Xeyr, qala bilməz. Niyə? Bu qədər münaqişədən sonra necə fikirləşirsiniz? Bu qədər qanlar gedir, cavan uşaqlarımız gedir. Vəhşilik də onlar tərəfindən olur. Əslində, onların törətdiyi işlərdən sonra onlarla qalmaq bizim üçün milli cəhətdən qəbul olunmaz bir şeydir. Lakin siyasi baxımından qonşu kimi biz onlarla yaşamalıyıq. Və onlar da bunu başa düşməlidirlər ki, qonşu kimi onlar da bizlə bir ərazidə yaşamalıdırlar. Yəni, qarşılıqlı münasibət saxlanılmalıdır. Başqa yolu yoxdur. Ünsiyyətdə yaxşı olar və yaxud haradasa da barışar. Bilirsən, onlar o qədər naxallıdırlar, Rusunki olmasın. Onlar o qədər buradaca dedikləri sözü dalda demirlər. Dalda onlar başqa fikirdədir. Görmürsən, neçə illərdir, artıq neçə ildir. Neçə ildir, özün dedə, 30 ildən çoxdur da, 30 ildən çoxdur. Hələ bunlara bu qədər deyilir ki, barışıq olsun, hamı bir yerdə yaşasın. Rus nədir, erməni, baxmayaraq nasiyasından da, bunun milliyyətindən baxmayaraq, hamı bir yerdə həmişək kimi yaşasın. Bunlar deyir, yox, Qarabağdır, buradır, məndir. Çətin, çox çətin. Mən özüm Xocalıdanam, Dağlıq Qarabağdanam. Onlar bizi nə günə salıblar, nə vəziyyətlərə bizi qoyublar. Evdə yeməyi üstə qoyub mən qaçmışam. Yeməyi üstə, bax elə o vəziyyətdə evlər alışırdı, bütün hər yer alışıb yanırdı. Onlarla bir yerdə çətindir yaşamaq. Onlar gərək Dağlıq Qarabağdan çıxsın. O zaman yaşamaq olar ki, bizim də oradan köçüb gələnlər, Qərbi Azərbaycanlar, onlar qayıtsın. Onlar ora qayıdandan sonra yaşamaq bəlkə də olar. Amma elə belə yox, onlar bizi oradan tamam qovdular, bunlar da orada getməlidir. Xeyr, əsla. Çünki ona görə ki, erməni əzəldən, yəni 90 neçənci ildən Azərbaycanla düşmanlıq edir. Yəni çox xain millətdir, yaxşı millət deyil. Tam çıxardandan sonra, torpaqlarımızı boşaldandan sonra onu fikirləşərdik. Yox, yəni bir yerdə, qonşu olaraq. Yox, gecdir artıq. İstəmədim. Niyə istəməzsiniz? Çünki düşməndir, yəni bizim vətən niyə qalsınlar? İstəməzdim. Yox, əvvəla məsələnin tarixinə gələk. Ermənilər ümumiyyətcə Qafqazda heç vaxt yaşamayıblar. Osmanlıdan, Anadoludan və İrandan köçürülüb bura gəliblər. Yəni bu ərazi ermənilərin torpağı deyil. Onlar bura Osmanlıdan sürgün olunub, İrandan sürgün olunub və yaxud bəzi layihələrin bir parçası olaraq, parazit olaraq Azərbaycana gəliblər. Bir yerdə yaşamağa isə bizim babalarımız bir neçə dəfə bu səhv edibdilər. Əvvəla 20-ci əsrin əvvəllərində bunun nəticəsini görmüşük ki, bizim dost kimi baxdıqlarımız düşməndir. Daha sonra isə 20-ci əsrin axırlarında, 90-cı illərdə biz hər birimiz bunun şahidi olmuşuq. Xeyr, əlbəttə, çünki düşmən düşməndir. Onların bizə yaşatdıqlarını əfv eləmək olmaz, mənim fikrimcə. Əlbəttə ki, hər bir insan özünün düşüncəsi var. Məncə, Azərbaycanla Ermənistan bir yerdə yaşaya bilməz həyatı boyu. Təbii ki, qala bilməzdim. Çünki onlar bizim tək 30 illik deyil də, 100 il, 200 ildə düşmənimizdirlər. Mənəvi düşmənimizdirlər. Onlardan bir yerdə mehriban yaşamaq məncə alınmaz. Nə qədər istəsək də alınmaz. Çünki nə qədər 4000-ə yaxın şəhid vermişik onların üzündən. Məncə, düzdür, vətəndaşlarımız olaraq qala bilərlər, amma bir yerdə yaşamaq təbii ki, mümkün deyil məncə. Ermənilərlə biz onsuz da bu 30 illik onların bizim torpaqlarımızı işğal dövründə də Bakıda bərabər qalmışıq da. 30 min erməni var Bakıda. Bəs onlar bizim vətəndaşlarımız deyirlər. Orada da Azərbaycanın vətəndaşlığını qəbul edən, Azərbaycana qarşı separatizmdə iştirak eləməyən, əlinə silah alıb, insanlarımızın, günahsız insanlarımızın qanını tökməyən, əgər doğrudan erməni əsilli Azərbaycan vətəndaşları çıxacaqsa, mənə elə gəlir ki, bizim xalqımız onsuz da çox şeylər bağışlamaq bacaracaqdır.